Salam dəyərli izləyicilər, bugündən Azərbaycanda qadınların pensiya yaşı 65-ə çatdırılıb və bununla da kişilərlə bərabərləşdirilib. Kişilər üçün pensiya yaşı 65 yaşa 2021-ci il iyulun 1-dən etibarən çatdırılmışdı. Xatırladaq ki, əmək pensiyaları haqqında qanuna əsasən pensiya yaşı 2017-ci il iyulun 1-dən mərhələli şəkildə artırılıb. Bu müddətdə kişilərin pensiya yaşı 2021-ci il iyulun 1-nədək, qadınların isə 2027-ci il iyulun 1-nədək hər il 6 ay artırılıb. Qanuna əsasən pensiya yaşına çatan şəxs fərdi hesabında toplanmış pensiya kapitalı minimum əmək pensiyasını təmin edəcək həddə çatarsa, sığorta stajından asılı olmayaraq yaşa görə əmək pensiyası ala bilər. Pensiya kapitalı bu məbləğ üçün kifayət etmədikdə isə şəxsin ən azı 25 il sığorta stajı olmalıdır. Bu tələb 2017-ci il iyulun 1-nədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərə şamil edilmir.